Əziz bilgələr, bu dəfə sizə oxşarlıqlar layihəsində Şimali Afrikanı ələ keçirənlərin siyahısını tərtib eləmişəm. Belə ki, Roma, Karfagena müharibədən sonra eradan əvvəl 2-ci əsrdə 146-cı ildə Şimali Afrikanı ələ keçirmişdir. Vandallar xalqların böyük köçü dövründə 5-ci əsrdə Şimali Afrikanı ələ keçirib özlərinə dövlət yaratmışlar. Bizans 6-cı əsrdə Qızıl dövrdə, Justinian dövründə Şimali Afrikanı ələ keçirmişdir. Ərəblər 8-ci əsrdə 4 xəlifə dövründə xırda-xırda başlamışlar. Amma Əməvilərin dövründə tamamilə Şimali Afrikanı ələ keçirirlər. Arada keçid eləmişik Osmanlıya. Osmanlı da Şimali Afrikanı ələ keçirmişdir. Üstünlük daha çox 1-ci Səlimin dövründə idi. Sonra da müasir dövr üçün İngiltərə, İtaliya, Fransanı yazmışam. Bunlar əsasən 19-20-ci əsrlərdir. Məsəl üçün, bax, İngiltərə burada Misir ələ keçiribdir 1980-ci illərində. Sonra Fransa, məsələn, Mərakeş ələ keçirməsi var. İtaliya, Trablis müharibəsindən sonra Liviyanı ələ keçiribdir. Ona görə belə bir siyahı dərc eləmişəm. Şimali Afrikanı ələ keçirənlərin siyahısında əlavəniz varsa, mütləq rəylərdə qeyd edin.